Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Keçən dərsimizdə biz Quran-ı Kərimlə istixarə barəsində danışdıq və ya başqa adı ilə desək, Quran-ı Kərimlə fala baxmaq haqqında danışdıq və dedik ki, bəzi insanların yanına gedib Quran-ı Kərim açdırırlar və orada hansısa bir işin edib etməmələri haqqında suallar verib, icazəli və ya icazəsiz olması haqqında onlardan istişarə və ya məşvərət alırlar. Və dedik ki, bu xurafatdan başqa bir şey deyil. Quran-ı Kərim hər hansı bir şəxsin taleyi barəsində, hər hansı bir şəxs haqqında yazılan bir kitab deyil. Quran-ı Kərim Allah tərəfindən Peyğəmbəri olan Muhammed sallallahu aleyhi və səlləmə indirilən müqəddəs ayətlərdən ibarət olan, halal və haram ayətlərdən ibarət olan bir kitabdır. Və deyir ki, bu xurafatdan başqa və yalandan qazanc əldə etməkdən başqa insanlar istifadə edərək, insanların bilməməzliyini istifadə edərək bu yollara əl atmaqdan başqa bir şey deyil və bu dedik ki, icazəli deyil. Və bugün isə Quran-ı Kərimlə ad qoyma məsələsi barəsində danışacağıq. Və bəzən keçmişdə eşidirik ki, uşağa ad qoymaq istəyəndə bəziləri gedib Quran-ı Kərimi açırdılar və oradakı ayətlərin birinin adını qoydular. Hətta deməli, Quran-ı Kərimdə Rəhman surəsində belə bir ayət var. Uca Allah buyurur, Bismillahirrahmanirrahim. Fəbiəyyə ələi rabbikuma tukəzzibən. Siz Allahın hansı neymətlərini inkar edə bilərsiniz? Orada çoxlu neymətlər haqqında danışır. Dənizlər haqqında, insana verilən neymətlər haqqında və hər bir ayətdən bir və ya iki ayətdən bir bu ayəni təkrar edir. Fəbiəyyə ələi rabbikuma tukəzzibən. Siz Allahın sizə verdiyi hansı neymətlərini inkar edə bilərsiniz. Və çox maalesef ki, bəzən həmin bu tukəzzibən sözünün üzərinə rast gəlmiş bəzi insanlar onu övladlarına bu adı və ya bu sözü qoyublar. Tukəzzibən sözünün mənası yalanlamaq deməkdir. Kəzzəbə yukəzzibu təkzib, yəni bir şeyi yalan saymaq deməkdir. Və tükəzban adı buradan gəlib. Tükəzban. Tükəzban, yəni yalan saymaq. Halbuki bu adı qoymaq düzgün deyil. Əslində çünki tükəzban Allahın neymətini yalan sayan, o ayətdəki o məna yalan sayan, yalanlayan mənasındadır. Ona görə bu şeylərə diqqət yetirmək lazımdır. Ad qoyanda da, xüsusən də əgər Quran-ı Kərimdən ad qoyulursa, yəni oradakı olan peyğəmbərlərin adını qoymaq olar, salih insanların adlarından istifadə etmək olar, xəlifələrin adını istifadə etmək olar və ya möminlərin anaları, Peyğəmbər sallallahu aleyhi ve səlləmin həyat yoldaşlarının adlarını qoymaq olar. Lakin necə gəldi Quran-ı Kərimi açıb, əlvi ora qoyub, bu adı qoyaq, mənasını bilmədən etdikdə, sonda da uşağın adını, Allahın neymətini yalanlayan qoymuş oluruq. Allah bizləri islah etsin, düz yola yönətsin və övladlarımıza düzgün adları verməyi bizləri nəsib etsin.